Salam əziz uşaqlar. Nağıllarımıza davam eləyirik. Bu gün sizə Yapon xalqının qədim nağıllarından birini danışacağam. Nağılımızın adı Kor İlanın Gözləridir. Biri var idi, biri yox idi. Uzaq kəndlərin birində bir cavan oğlan yaşayırdı. Bu cavan oğlanın işi yaxınlıqdakı meşəyə gedib, orada qurumuş ağacları kəsib yığardı, aparıb onu şəhərdə satıb, özünə gündəlik ərzaq alardı. Hər gün belə səhər gedərdi, meşədən odun yığardı, satardı, belə də dolanardı. Günlərin birində bu gənc oğlan yenə meşəyə gedir və qurumuş ağac axtarır ki, onu kəssin. Birdən meşənin dərinliyindən iniltiyə oxşayan səs eşidir, inilti səsi gəlir. Oğlanı maraq bürür və gəzir, axtarır, lap meşənin dərinliyində çatanda görür ki, böyük bir ağaca gənc bir qız öz saçlarından bağlanıb. Qızı saçlarından böyük bir ağaca bağlayıblar. Qız da acı-acı göz yaşları tökür, xilas olmaq ümidini tamam itirir. Gənc oğlan qıza yaxınlaşır, onun saçlarını ağacdan açır, qızı azad eləyir. Qız gəncə baş əyir, ona təşəkkür eləyir. Gənc oğlan görür ki, qız çox üzülüb, həddindən artıq üzülüb, çox xəstə haldadır. Qızı götürür, evinə gətirir və bir neçə gün evində qıza qulluq eləyir. Bir neçə gün keçəndən sonra deyir ki, sən indi istədiyin evə gedə bilərsən, yəni istədiyin yerə gedə bilərsən. Qız deyir ki, mənim heç kimim yoxdur. Mən tək bir qızam. Əgər sən icazə versən, mən sənin yanında qalaram. Oğlan deyir ki, yaxşı, mən də təkəm. İstəsən qala bilərsən. Və bunlar bir yerdə yaşamağa başlayırlar. Gənc oğlan yenə səhər tezdən ormana gedir, meşəyə gedir, quru ağacları tapır, kəsir, aparıb satır, axşam evinə yemək gətirirdi. Qız isə səhər tezdən durur, ev işlərini görür, oğlanın aldığı ərzaqdan yemək bişirir və bir yerdə oturub yeyirdilər. Bir neçə aydan sonra gənc oğlan qıza təklif eləyir ki, əgər sən istəsən, biz bir ailə kimi yaşayarıq. Yəni, biz evlənərik, bir ailə kimi yaşayarıq. Qız da başını aşağı salıb razılıq verir. Onsuz da mənim heç kəsim yoxdur deyir. Və bu gündən başlayaraq bunlar ailə kimi bir yerdə yaşamağa başlayırlar. Çox mehriban, çox gözəl ailə olurlar. Hər günləri çox xoş keçir. Yenə oğlan səhər tezdən ormana gedir, odun qırır, aparır satır. Qız isə evdə hər bir işi görür. Ev çox gözəl, ailə çox gözəl və çox mehriban yaşayırlar. Bir qədər keçəndən sonra günlərin bir günündə qız ərinə, oğlana deyir ki, bəs mənim uşağım olacaq, bizim övladımız olacaq. İndi mən otağa girirəm, evə girib qapını bağlayıram. Mən qapıdan çıxmayınca, qapını açmayınca sən evə girmə, evə daxil olma. Oğlan başa düşmür, axı mən sənə kömək eləyəm, sən tək neyləyə bilərsən? Qız deyir ki, yox, mən qapını açmayınca sən evə daxil olma, evə gəlmə, mənə baxma. Oğlan razı olur. Üstündən bir gün keçir, neçə saat keçir, 2 gün keçir. Oğlan yenə narahat olmağa başlayır ki, nə oldu? Niyə bu qızdan heç bir xəbər çıxmadı? Birdən halı pisləşər, birdən nəsə olar qıza. Nətər oldu? Niyə axı 2 gündür səs çıxmır? 3-cü gün keçir. Axı bilirsiniz ki, uşaqların inşallah Allah qoysa uşaqlar görəcəksiniz, biləcəksiniz
bilirsiniz ki, uşaqların, anadan olması bir qədər çətindir. Ana üçün çətin olur. Oğlan da narahat olur ki, bəlkə qıza nəsə olub. Niyə bu qapı açılmadı, qız çıxmadı, heç bir səs gəlmir. Axırda, həftənin tamamında dözə bilmir, pəncərənin şüşəsini yavaş-yavaş belə təmizləyir, bir gözü ilə baxır. Baxır, görür ki, ortada, otağın içində bir dənə nəhəng ilan var və bu nəhəng ilan çox gözəl, körpə bir uşağı qucağına alıb onu əzizləyir. Ancaq uşaq, bu körpə uşaq nəhəng ilanın əlindədir, arvadı yoxdur. Oğlanı dəhşət bürüyür, nə edəcəyini bilmir. Belə bu vaxtı qapı açılır, qız qucağında uşaq evdən çıxır və uşağı ərinə verir və deyir ki, bax sən böyük səhv elədin. Mən sənə dedim axı baxma, nə qapını açma, nə pəncərədən baxma. Axı mən sənə dedim. Oğlan deyir, sən məni başa sal görüm, o ilan nə idi? Hanı o ilan? Niyə mənim uşağım ilanın əlində idi? Qız deyir, mən onsuz da sənə deyəcəkdim. Mən səni, hər şeyi sənə izah eləyəcəkdim. Amma sən bizi ömürlük bədbəxt elədin. Mən səndən ömürlük ayrılıram. Əri deyir, sən məni başa sal, nə olub? Qız deyir ki, bil və agah ol ki, mən tilsimlənmişəm. Mən uzaq bir ölkənin şahının qızı idim və çox gözəl bir qız idim. Mənə vəzirin oğlu aşiq olmuşdu. Ancaq vəzir çox qan içən, çox zalım adam idi. Oğlu da özü kimi idi. Oğlu da çox zalım, təkəbbürlü, çox heç kəsi bəyənməyən bir adam idi. Mənsə o oğlandan xoşum gəlmirdi və ona rədd cavabı vermişdim. Bundan qəzəblənən şah, vəzir və vəzirin oğlu mənim şah atamı zəhərləyib öldürdülər, hakimiyyəti ələ aldılar və məni tilsimə saldılar. Onlar məni ilana çevirdilər. Çünki vəzir çox cadükar idi. O tilsim eləyib məni böyük bir ilana çevirdi və mən böyük bir ilana döndüm. Məni ancaq kiminsə mərhəməti həyata qaytara bilərdi. Sevinc göz yaşları, məhəbbəti məni həyata qaytara bilərdi. Birinci dəfə sənin mənə olan məhəbbətin, sənin mənə olan mərhəmətin məni həyata qaytardı. İkinci dəfə isə sən bizi bir dəfəlik məhv elədin. Mən artıq burada qala bilmərəm, çünki mən indi ilana dönəcəyəm. Amma ilana dönsəm də, mən bu yaxınlıqdakı çayda olacağam. Həmişə o çayın içində olacağam. Oğlumuza nə lazım olsa, nəyə ehtiyacın olsa, o çayın sahilində gəlib mənə deyərsən. Mən sənə kömək eləyəcəyəm. Bu sözləri deyən kimi o gözəl cavan qız o kişinin pəncərədən gördüyü o böyük, nəhəng ilana döndü. Qız uşağı atasının qucağına verdi və sürünüb kəndin yaxınlığındakı çaya getdi və gözdən itdi. O kişi uşağı qucağına götürüb çox ağladı, çox acı-acı göz yaşı tökdü. Özünü danladı ki, axı o mənə dedi, baxma, mən gərək biraz da səbr eləyəydim. Ancaq artıq iş işdən keçmişdi. Artıq onun gözəl xanımı böyük, qorxulu bir ilana çevrilmişdi və onları əbədi bir dəfəlik tərk eləmişdi. Kişi körpə uşağını evə gətirir və bir-iki saat keçəndən sonra uşaq acından ağlamağa başlayır. Uşaq o qədər ağlayır, kişi nə edəcəyini bilmir, uşağı necə yedirdəcəyini bilmir. Ona görə də uşağını da qucağına götürüb kəndin kənarındakı çaya gəlib və çağırır. Çağırır ki, əzizim, bizim oğlumuz acıdır, mən ona nə verim? Axı o çox acıyıb. Bu zaman
ilan sudan çıxır və deyir ki, körpəni ağacın altına qoy, yaxın gəl. Kişi tez aparıb uşağı ağacın altına qoyur və yaxın gəlir. İlan deyir, mən gözümün birini çıxartıb verəcəyəm. O ağlayanda gözü ver ona. Ver, o doyacaq. Başqa heç nəyə ehtiyac yoxdur. Haçan ağladı, mənim gözümü onun ağzına qoy, o doyacaq. Kişi ilan bunu deyib gözünü çıxardır və verir bu kişinin əlinə, ovucuna qoyur. Kişi gözü götürür, gəlir ağacın dibindən uşağını da götürür, gedir evə. Və o gündən uşaq ağlayanda gözü uşağın ağzına qoyur, uşaq ilanın gözünü sorur və da ağlamağı kəsilir. Belə bir neçə ay keçir və günlərin bir günündə yenə uşaq ağlayanda kişi gözü götürür, görür ki, göz çox balacalaşıb. Həddindən artıq balacalaşıb. Yenə gözü ağlayan uşağın ağzına qoyur. Uşaq gözü sorur və yuxuya gedir. Uşaq yuxuya gedəndən sonra oğlan yenə kəndin kənarına gəlir və ilanı çağırır. Əzizim, əzizim, belə deyir və yenə çayın ortasından nəhəng ilan başını qaldırır. Deyir ki, həmin göz tamam balacalaşdı, yox oldu. İndi bəs mən ona nə verim? Oğlumuz biraz böyüyüb, o doymur. İlan deyir ki, Əbi yoxdur, mən o biri gözümü də çıxartıb verərəm, kör olacağam. Ancaq bu gözümü də verim. Bu göz artıq lap balacalaşanda sən ona artıq özün yediyin yeməkləri ver. Nə yeyirsənsə onu ver. Narahat olma, qorxma. Artıq o biraz böyüyüb. Heç nə olmaz. Özün yediyin yeməkdən ona yedir. Oğlan yaxşı deyir, ilan yenə o biri gözünü də çıxardır, qoyur kişinin ovucuna. Və bundan sonra artıq mən kör oldum. Mən artıq heç nə görmürəm. Amma yenə də burada suyun altında olacağam. Yenə sənə bir şey lazım olanda gəl, mən oğlumun necə olduğunu görmək istəyirəm, bilmək istəyirəm deyir. Və suyun altına enir. O kişi gözü götürür, gəlir evə, yenə uşaq ağlayanda gözü verir və bu da bir neçə ay keçir. Ondan sonra artıq göz tamam əriyir, qurtarır və kişi başlayır öz nə yeyirsə o yeməkdən verir. İllər keçir, artıq oğlan böyüyür, məktəbə gedir və günlərin bir günündə məktəbdən gələndə atası ilə söhbət eləyir, deyir, ata, məktəbdə hamı, bütün uşaqlar öz analarından danışırlar. Uşaqların hamısının anası var. Bəs mənim anam niyə yoxdur? Bəs hanı mənim anam? Heç mən anamı görməmişəm. Oğlanı çox qəhər bürüyür, boğazı kilitlənir, özünü güclə ağlamaqdan saxlayır, oğluna nə cavab verəcəyini bilmir. Oğlu isə israrla soruşur ki, mənim anam hanı? Niyə mən indiyənəcən anamı görməmişəm? Mən anamı görmək istəyirəm, deyir. Axırda kişi nailac qalır, həqiqəti oğluna danışır. Deyir ki, sənin anan var, o səni çox sevir, o hər iki gözünü sənə verdi, ancaq o tilsimlənib. Onu tilsimləyiblər, o indi kəndin yaxınlığındakı çayın dibində yaşayır. O səni çox sevir, həddindən artıq çox sevir. Amma ki, o tilsimli olduğuna görə həyata qayıda bilmir. Bir dəfə mən onu tilsimdən xilas eləmişdim, amma sonra yenə də o tilsimə düşdüm. Oğlan qulağına sözlərə inana bilmir. Necə yəni mənim anam çayın dibində yaşayır, mənim anam məgər ilandır? Oğlan deyir, atası deyir ki, bəli, o çox gözəl bir qadındır, çox gözəldir. Amma ki, tilsimə düşdüyünə görə indi ilan cildidədir. Oğlan heç nə demir, atasını həyətdə qoyub, düz qaçır, kəndin axırına qədər gəlir və durur çayın qırağında. Ana, 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 məni eşidirsən? Ana, mən sənin oğlunam, məni eşidirsən? Deyə qışqırır.
Bu zaman çayın suyu silkelənir və çayın ortasından nəhəng, böyük bir kor ilan çıxır. Əvvəlcə uşaq ilanı görən kimi qorxur. Çünki ilan həm çox yekədir, həm də kordur. Ancaq atasının sözləri yadına düşür. Başa düşür ki, anası o ac qalmasın deyə, acından ölməsin deyə öz gözlərini ona verib. Ona görə də qorxmur. Düz çayın içinə girir, suyun içinə girir və anasına tərəf, ilana tərəf gedir. Anası bunu görən kimi ilan tez sudan çıxır, uşağını qucağına götürür. Mənim əziz balam, maşal nə böyümüsən, mən səni çox sevirəm. Oğlan balaca əlləri ilə o böyük, nəhəng ilanı qucaqlayır. Ana, mən isə səni çox sevirəm. Ana, mən səndən ötürü çox darıxıram deyib ağlamağa başlayır və oğlanın, o körpə uşağın göz yaşları ilanın üstünə tökülür. O nəhəng ilan yavaş-yavaş nə qədər uşağın göz yaşları onun üstünə tökülürsə, yavaş-yavaş, yavaş-yavaş ilanın cildi tamamilə qızın üstündən gedir, tamamilə. Qız yenə əvvəlki kimi gözəl, çox qəşəng qadına, qıza çevrilir ilan və öz oğlunu qucaqlayıb möhkəm-möhkəm sinəsinə baxır. Mənim əziz balam, mənim əziz oğlum, sənin məhəbbətin, sənin bu isti göz yaşların məni tilsimdən xilas elədi. Bundan sonra heç kəs bizi ayıra bilməz. Heç kəs bizi bir-birimizdən ayırmaz deyib oğlunu möhkəm-möhkəm qucaqlayır. Ananın, oğlun göz yaşları bir-birinə qarışır. Oğlan anasının əlindən tutub gedək ana, gedək, gedək atamın yanına. O da səni çox sevir. O da səndən ötrü çox darıxır, səndən ötrü ağlayırdı deyir. Və ana, oğul kəndə gəlirlər. Uzaqdan oğlunu və öz gözəl, yaraşıqlı xanımını, ikisinin bir yerdə gəldiyini görən ata əvvəlcə gözlərinə inanmır. Onlara tərəf qaçanda həqiqətən də bunun onun oğlu və oğlunun anası olduğunu görür. Hər ikisini möhkəm qucaqlayıb bağrına basır. İndən sonra heç kim, heç kəs bizi ayıra bilməz. Və gözəl qız da deyir ki, bəli, bundan belə heç kəs bizi ayıra bilməz. Məni həm sənin ərinə deyir, həm də ki, oğlumun mərhəməti, məhəbbəti, sizin böyük sevginiz məni bu cür böyük, ağır tilsimdən xilas elədi. Və bir yerdə yaşayırlar, uzun illər xoşbəxt yaşayırlar. Siz də həmişə xoşbəxt olun, uzun-uzun illər ömür sürün uşaqlar. Nağılımız burada bitdi. Bəs nağılımızdan nə nəticə çıxdı uşaqlar? Nağılımızdan o nəticə çıxdı ki, ananın məhəbbəti dünyada ən güclü hissdir, ən güclü hissdir. Və ananın övladına məhəbbəti, atanın övladına məhəbbəti, övladın ataya, anaya olan sevgisi, məhəbbəti qarşısı alınmayan bir gücdür. Bu gücə heç kimin gücü çata bilməz. Bu məhəbbəti, bu gücə, bu sevgiyə, bu məhəbbəti heç kəs məhv eləyə bilməz. Nə heç bir tilsim, nə heç bir cadükar, heç kəs dünyada bu gözəl hisslərə qalib gələ bilməz. Həmişə atanızı, ananızı sevin. Onlar sizi çox sevirlər. Bu dünyada valideynin övladına olan məhəbbəti qədər təmənnasız məhəbbət yoxdur. Ancaq övladına, atanın, ananın övladına olan məhəbbəti təmənnasız məhəbbətdir. Bunu heç vaxt yadınızdan çıxartmayın. Onlar bizi heç nəsiz sevirlər. Bizi biz olduğumuza görə sevirlər. Bugünkü söhbətimiz, nağılımız bu qədər. Gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun.